Hər kəsə salam qızlar, necəsiz? Ümid edirəm ki, hər kəs yaxşıdır. Mən biraz soyuqlamışam, amma istəmədim bu videom çox qalsın, çünki çoxdan çəkmişəm bunu. İndi səsləndirirəm, səssiz də paylaşmaq istəmədim. Deməli, VIP Life şirkətindən qeydiyyatdan keçmişəm və ilk sifarişlərimi getdim götürdüm kargodan. 2 dənə dezodorant və bir dənə ayaq kremi sifariş eləmişdim. Onlar da gəldi və qoxuları möhtəşəmdir də. Yəni söz ola bilməz. Qızlar, VIP Life şirkətində hər cür, hər cibə uyğun sərfəli məhsullar var və istəsəz qeydiyyatdan keçib siz də bunlardan yararlana bilərsiniz. Təhsili olan və ya olmayan, birinci işi olan və ya heç bir işi olmayan evdar xanımlar və bəylər, tələbələr, təqaüdçülər, bir sözlə hər kəs burada işə başlayıb böyük uğur qazana bilər. Mən də başlamışam, inşallah böyük uğurlar qazanaram və sizlərlə də bölüşərəm. İşdən çıxan kimi qaçdım dırnağa. Bundan öncəki səhv etmirəmsə qırmızı idi və indi daha gözəlini etdim. Belə oldu. Və çox bəyəndim. Çox gözəl oldu. Və gedirəm. Gedirəm marketə. Gedim biraz marketi gəzim. Laçın marketi gedirəm bu arada. Görək nələr var orada. Burada çaşkalara bayıldım da qızlar. Üstündə kofe yazılan çaşkalara bitdim mən. Çox qəşəng idi. İnarsınız, bəlkə də 1 saat yarım dükanı gəzmişəm də. Hər şeyə dəqiqliklə baxırdım, qiymətlərinə falan da. Mənim sevimli məhsullarım, duxular, kremlər, aksesuarlar, hər şeydir. Bu şeyləri çox bəyənirəm və parfümlərin yanına gəlmişəm. Çox bəyəndim qoxularını. Bunu aldım axırda 6 manata. Qoxusu da yaxşıdır. Qalıcı deyil, amma pis də deyil. Burada kremləri falan göstərirəm sizə. İnşallah maaşımı alım. Bunlardan da alacağam. Görək qismət. Laçın marketdə çeşid çoxdur da, yəni gəz bitmir də. 2-3 məhsul var ki, onları artıq qaralamışam. İnşallah maaşımı da alaram. Buradakı duş gellərindən durunu istəyirəm alım. Bu qızılı olanı istəyirəm. Çox tərifləyirdilər və qoxusuna baxdım. Möhtəşəm idi. Şirniyyatlara baxa-baxa qaldım. Çünki artıq şirniyyat yemirəm, tərgitmişəm. Bilmirəm, istəmirəm nəsə. Bəzən abur-cubur yeyirəm, amma ki şirniyyat istəmirəm. Burada aldıqlarımı artıq sizinlə bölüşürəm. Mermorun duş gelini aldım, 2.50 almışam. Bunu xatırlamıram neçəyə almışdım, saç balzamıdır. Bunu marketdə sizə də göstərmişdim, bədən spreyini. 6 manata aldım bunu. Chips almışdım, simiçka halvası almışdım. Bir də ki nə almışdım? Bir də full kofe almışdım, amma dadını bəyənmədim heç. Yəni isti kofeni heç bir şeyə dəyişmərəm. Bir də ki aptekdən üzü üçün spirt almışam. Qızlar, kanalıma abunə olun, like atın, yorum yazın. Bəyəndinizsə davamı gələcək inşallah. Hələlik.